Burada deyiblər ki, çimmə, boğulma, amma çox təəssüf ki, çimirlər, boğulurlar. Bir neçə gün əvvəl dövlət qurumlarının demələrinə baxmayaraq ki, həftənin ilk günlərində dənizdə çimmək olmaz, hava küləkli, dəniz dalğalı olacaq. Orada gedib çimmək, öz həyatınızı təhlükəyə atmaq olmaz. Baxırıq ki, buna məhəl qoyan yoxdur. Bəli, biz hazırda Bilgəh çimərliyindəyik, dəniz sahilindəyik. Amma uşaqlı, böyüklü hər kəs çimir, bu dalğalı dənizdə həyatını təhlükəyə atır. Küləkdə, amma çox dərinə getmək lazım deyil. Çünki təhlükəlidir. Təhlükəli deyirsiniz, amma aidiyyatı qurumlar demişdi ki, bu küləkli havada bu 2 gündə dənizə girmək olmaz, uşaqlar üçün təhlükəlidir. Amma mən bayaqda müşahidə edirəm, uşaqlarla çimirsiniz. Bəli, bəli. Sözün açığı dərinə getmirik. Dərinə getsə əlbəttə qorxuludur yəni. Hadisələr olur da eşidirsiniz. Bəli, əlbəttə eşidirik. Bədbəxt hadisələr baş veribdir. Biz də çalışırıq ki, çox dərinə getməyək. Dərin deyəndə ki, maksimum dizə qədərdir. Belə küləkli havada çimmək təhlükəlidir axı. Mən baxıram, uşaq, böyük hamı çimir. Yox, çimmirlər, yox. Bəs bu sudakılar kimdir? Onlar uzağa getməyiblər axı. Yəqin ki, o millətdir, özü adamlarımızdır, kimdirsə. Amma əlbəttə qorxuludur. İndi suya Öz adamlarımız olduğunu bilirəm. Onlar həyatını təhlükəyə atır axı. düz işlərdir. Görürsən, biz getmirik. Heç o nəmişlikdə oturmuşuq bu yanda. Təmiz hava almaq üçün. İndi qorxuludur, yox. İndi suya girmək qorxuludur. Küləkli hava da hazırda ola bilər günəş çıxıb və hazırda dəniz sahilində kifayət qədər külək var, kifayət qədər dalğa var və sonda da biz dənizdə boğuluruq və bunda da günahı axtarırıq kimdəsə. Günah elə bəlkə özümüzdədir. Superdir, çox yaxşıdır. Bəs axı deyirlər bu dalğalı havada, küləkli havada çimmək olmaz. Zaqaralıqda biz kənardan istifadə edirik, qaydasında istifadə edirik. Ancaq burada, çox kənarda. Hə, ancaq çox kənarda. Bir balaca irəli getsən aparır insanı. 100% ehtiyatlı olmaq lazımdır. Artıq son günlər görürük sosial şəbəkələrdən filan hadisələr baş verir bəziləri. Əlverişsiz hava şəraitində çimərliyə getmək bu yol verilməzdir. Xüsusən də aidiyyatı üzrə müvafiq qurumların bu barədə rəsmi xəbərdarlığından sonra çimərliyə getmək özlərinin həyat və sağlamlığını təhlükəyə atmaq deməkdir. Dünya üzrə də baş verən boğulma hallarının statistikasında 70%-dən çoxu məhz düşür əlverişsiz hava şəraitinin payına. Hövsanda belə bir hadisə baş vermişdi. Ana və 3 övladı ilə belə küləkli havada dalğa hündür olanda gəldi dənizə və sonra məlum oldu ki, həmin 4 nəfərdən 13 yaşlı qız boğulub dənizdə, həyatını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi vətəndaşlar, xüsusən də uşaqlar və yeni